Deməli ilk öncə keçəyin təcili olaraq xəbərlərimizə yayımı bəyənin, paylaşın, auditoriyamızı bəyənin, yəni geniş olsun auditoriyamız. İndi mən burada xəbərlərdən sizə təcili çatdıracağım. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, mən Abşeron rayonu Masazır qəsəbəsi Duz zavodu yolu 2-ci yaşayış massivi 3-cü bina 1-ci blok mənzil 11 ünvanında yaşayıram. Müraciətim bütün mətbuat kanallarınadır. Mən 2016-cı ildən 2019-cu ilədək müxtəlif dövlət qurumlarına müraciət etmişəm. Oradan təhqir, süründürməçilik, qanunsuzluqlarla rastlaşmışam. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənim hüquqlarımı pozaraq ev verməkdən yayınırdı. Nəhayət 2018-ci ildə məhkəməyə müraciət etmişəm. Bir saylı Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Miminat Hacıyeva Tacib qızı 18.03.2019-cu il tarixli iş nömrə 2-1-81-362-2019 saylı qərarı ilə deməli təmin etmiş. Bununla da məhkəmə mənə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tikilən mənzillərdən ev verilməsini təmin etmişdi. Sağ olsun məhkəmə. Və iyun 24-19-cu ildə, iyun ayının 24-19-cu ildə öz evimdə almışdım, Bütün mətbuat kanallarına müraciətim var. Fazil İsmailov, o deməli tərəfindən dövlət evinin xanası əsaslanmış. Sənin başına dəysin yazdığın. Bir də sən pis günə salmıram burada. Çünki sən ata-ana himayəsi görməmsən, sən internat məktəbindəki müəllimlərin ağzına itdə. Hər nəysə, ikinci qrup əlilliyə görə sosial müavinət alır, həm də valideynin himayəsində məhrum olmuş sosial müəssisənin və məzunları evinin bağban çalışır, o da maaş alır. Bu nə idi bu bağban çalışan maaş alan? Salam Qabil Türkoğlu, bu xahişimi yerinə yetir. Qurban olum sənə. Mənə dəxli yoxdur kimsən. Valideyn himayəsi görmüsən, yoxsa bu bağbanın himayəsini görmüsən, mənə dəxli yoxdur. Mənə dəxli olan odur ki, yayımıma zəng elə, qoşul, dərdini burada de. De. Budur bax. Mənə lazım olan budur ki, mənim yayımıma qoşul, dərdini burada de. De ki, hala burada birisi var idi, dünən qoşulmuşdu, hala bax. Hala bax. Bax. Salam, ay Allah, sən ayaqlardan, Qabil müəllim, sən xəbər oldu bilməyə başlayın 10 yaşla. İşdən oturmuşam, bir də gördüm əməliyyatçılar ot maşına gedib oturmuyorum. Ot maşına eləyiblər gözlərime qurban. Nə tək yalvarırdılar mənə. O bir də orada Buradan Əli Bayramlı polis reisi daxil polislərinə təşəkkür eləyirəm. Buradan Əli Bayramlı rayon polis reisi əməliyyatçılar daxil hamısına təşəkkür eləyirəm. Mənim efirimə qoşulan adamın problemini həll elədilər. Razılıq da elədi. Amma və lakin orada Yerevanlı bir nəfər polis var. Buna arxadan bir təpik vurubdu. Orada mübahisə zamanı. Çölə çıxanda. O polisin Ağdağdan qara qovurma eləyib Vilayət Eyvazovun arvadına yedizdirməsəm mənim balasıyam. Ha dedim ha. Mənim adım gələndə məmur titrəməlidir. Çünki onun ailəsinə o titrəməsə onun ailəsinə bax dedim ha. Mənə Qabil Türkoğlu deyərlər. Yandırtdırmasam balasıyam. Gedin soruşun mənim xidmətimlə mən kiməm.
Yenə deyirəm. Məmur, mən bilirəm əksəriyyəti mənim adım gələndə əsiməsir. Əsiməsiməyənin nəslini burada sözümü dedim mən. Hər zaman da demişəm və bilirlər ki də bu yaxın vaxtlarda qabil Azərbaycanda olacaq. Hamısı gözəl bilir. Gözəl bilir. Əli vəli meydanı deyil Quba Dibadoğlu. Geçsin onlar nəvələrlə oynasınlar. 2 çömçə sulu yemək, 2 xoş söz eşitsinlər. Prezidentlik olanın meydanı deyil. Prezident olacaq Qabil Türkoğlu. Və hamısının Tbilisi prospektində düzüb xalqın qabağında Azadlıq meydanı. Mən Naz Qozdan oynayan adam deyiləm, ha. Qaz vermirəm, ananın ağzı. Bildin mi? Əşrəf, qaz vermirəm, ana sən ikimisinin. Əli Bayramlı polisinin mənim efirimə qoşulan adamın problemini həll elədiyinə görə mənə də çıxdı təşəkkür elədi. Mənim efirimə qoşulanın əksəriyyətinin problemi həll olundu. Çünki Prezident İlham Əliyevin göstərişi var. Qabil Türkoğlu'nun efirinə kimsə qoşulmamalı. Bütün onun efirinə qoşulası adamların problemi həll olunmalıdır ki, onun efirinə qoşulmamalıdır. Ona görə əksəriyyətinin problemi həll olunubdur. Qoyun qırağa problemin varsa çıx mənim efirimə. Çıx mənim efirimə. Vəssalam. Ya həbsə girəcəksən %99%, 90% işin həll olacaq. Əminəm. Cüzi bir məsələ ola bilər ki, incidə bilərlər. O da müvəqqətidir. Dedim. O İrəvanlı polis var, o Əli Bayramlı polis şöbəsində. Bir də orada deyəsən bir səni neyniyərəm deyən bir polis də olub. 2 polis. Əli Bayramlı polis şöbəsində bütün polislərə təşəkkür edirəm. 2 polis xaric. O 2 polisin qara qovurma pişirəcəyəm. Vilayət Eyvazovun arvadına mən dedim çox qutardım. Bəziləri hələ tanımır, Qabil kimdə. Mən o 56 ildir Dədə Bala Əliyevlər tərəfindən xalqa umutlu deyiləm. İlham Əliyevin 100.000 nəfər qoruyur ki, Azərbaycanda heç 3.000 nəfər yerişini düzəməlli yeriyən oğul tapmaq olmur ki, çıxsın polisin qabağına. Bəli, o zaman gələcək hakimiyyətin, xaricin göstərişinlə, hakimiyyətin içində bizə tərəf çalışan generallar, nazirlər, nazir mavinləri xalqa tərəf keçəcək, xalq ürəklənəcək. O, siz hesab elədiyiniz adamların da o anasının bayısını Türkiyəyə, Dubaya getməyə məcbur elədiyiniz adamların da qeyrətə gəlməyini görəndə çox pis olacaq və onlar sizə azadlıq meydanında od qoyacaq. Vəssalam. İnqilab yandırmaqdan olur, ha. Yığın südü əmənlər xalqa daimi işgəncə veribdir. Xalqa daimi soyqırım yaşadıbdır. Bax, deyirəm, mənim sözümə əməl eləməyən əməndir. İnqilab ancaq yandırmaqdan olur. Darmadağın dağıtmaqdan olur. Baxın, Türkiyə, Erdoğan qayırır. Nəsə əldə eləmək olur mu? %90%də Erdoğan'ı istəmir. Əldə olur mu nəsə? Yox. Çıxırlar 1 milyon, 2 milyon adam meydana döyülüb gedirlər. Amma Gürcistan, görürsünüz 2 ildir çöllərdədirlər, veyl-veyl gəzirlər. Veyl-veyli, nəsə əldə eləmək olur mu? Yox, amma yandırmaq. Nepal neçə ildir etiraz eləyirdi. Nepal 1 ilə yaxındır da Türkiyədə çikim aksiyalar xeyri yox idi. Cəmi 3 gün yandırdılar. Cəmi 3 gün yandırdılar. 3 gün. Və gördünüz aqibətləri nə oldu. Ancaq yandırın. Ancaq yandırın. Yandırmaqdan əldə ediləcək. Çünki nəsə yananda, saraylar yananda
Polis fikirləşir, mənim evimi indi yandırıblar, balaları cız eləyib. Polisin əli qalxmır insanı vurmağa. Yoxsa soxacaq o dubinkaları. İnqilab olacaq, özü də bu yaxında olacaq. Mən bilmədiyim şeyə qurt düşər. Mən deyirəm sizə. Ay İlham Putin izinə girdi. Putin onun gözün içinə baxan vardı. Putin həmişəki Putindir də. İlham Əliyev də qorxudan dərsini bilməyən tələbə müəllimin gözünün içinə baxar da daimi. Sağa sola baxası deyil ki. Uşağı İlham Əliyevdən qəhrəman düzəldiblər. Putin güya İlham Əliyevdən üzr istəyir. Yalancı nə? Sünnət olunmamış. Putin İlhamdan üzr istəyəndə. İlham Əliyev, İlham Əliyev. Kumara qoyan İlham Əliyev dölmə. Arvadını qızını kumara qoyan dölmə. Şimdiniz İlham Əliyev. Nə bilim, nə. Vəssalam, inqilab olacaq. İnqilab olacaq. Və xalqa böyük enerji gələcək. Mən bilirəm nətər gələcək o enerji. Xalq kütləvi sürətdə meydanlara axın eləyəcək. İlham qaçmış olacaq. Vahabilər qabağına durmağa çalışacaq xalqın. O da xalq onlar nə inəyəcək bilirsinizmi? Üstəlik də şiyələr, sünnilər nə inəyəcək bilirsinizmi? Nə inəyəcək bilirsiniz? Şak elib üydəcək. Şak elib çeynəyəcək olar. Aorta damarını. Vəssalam. Yenə deyirəm, hazır olun. Hazır olun, hazır olun. Ola bilər bir ay, ola bilər 3 ay. Axırı ki, yaxın aylarda, ya bu il, ya gələn il əvvəli. Meydan olacaq, üsyan olacaq. Ya bu savaş nədir? Bu namus savaşdır. Ya bu savaşda ya da arvadını, qızını, özünü qoymalısan İlhamın qabağına. İlhamın məmurlarının, Kürtlərin qabağına qoymalısan, vəssalam. Qutar getdi. Bu namus savaşıdır. Bu azadlıq savaşıdır. Necə ki, Türkiye'də, Türkiye Cumhuriyetinin içine Erdoğan züt edib, Türkiye Cumhuriyeti artıq məhv olub, yenidən qurulmalıdır. Yenidən qurulmalıdır Türkiye Cumhuriyeti. Azərbaycanda da Cumhuriyet yox, heç Respublika, hep. İlham Əliyev bayrağımızın içine, İlham Əliyev konstitusiyamızın içine, İlham Əliyev gerbimizin, milli mənəvi dəyərlərimizin içine. Vəssalam, bunun başqa adı yoxdur. Yolundan gələn diktator yolundan da getməlidir. İlham Əliyevin və onu qoruyanların ailəsinlə bir yerdə. Vəssalam. Budur. Azadlıq indiyə kimi görmüsünüzmü? Xoşa xoşluqdan Allah, al bəbək, gül bəbək. Belə azadlıq olur. Donuz da bizləməsən darıdan çıxmır. Serjant, merjant, harda gördüğümüz götünü qayırır. Baltalayın. Mən əmr eləyirəm Azərbaycanın gələcək prezidenti kimi, rəhbəri kimi. Məni öldürsələr də mənim davamçılarım var. Doğruyun, Əli Kərimdən səhra yoxdur. Nə də xalq cəbhəsindən səhra yoxdur. Çox. Özünüz lidersiniz, özünüz rəhbərsiniz və salam. Mən də istiqamət verəcəyim. Kim demokratiya oyunu oynuyorsa, seçki oyunu oynuyorsa, bilin ki o İlham Əliyevin adamıdır. İlham Əliyev heç vaxt seçki ilə demokratiyaya getməyəcək. Bilin ki İlham Əliyevin adamıdır. Elçi bəy də İlham Əliyevin adamı olubdu. Elə onun ətrafı da o birisilərdir, ondan qabaqçılar. Heydər Əliyevin adamları olub.